Salam, hər vaxtınız xeyir olsun. Sizləri yeni bir videoda yenidən xoş gördük. Deməli, modüler Türk Test Bankında mexaniki iş və enerji mövzusu ilə davam edirik. Yenə də qeyd edeyim ki, bu video sizlərə faydalı olursa, zəhmət olmasa videomuzu bəyənin və kanala abunə olun ki, daha çox belə videolardan yararlana biləsiniz. Odur ki, söhbətimizi çox uzatmayaq və başlayaq birinci sualla. Sürtünməsiz üfüqi yolda M kütləli cisim K nöqtəsindən L nöqtəsinə F qüvvəsi ilə gətirilir. Buna əsasən görülən iş neçə jouldur deyə bizdən soruşur. Görülən iş A bərabərdir. F vurulsun S ifadəsi ilə təyin olunur. Burada F qüvvədir və qiyməti 40 Newtondur. S yerdəyişmədir və 25 metrə bərabərdir. 40-ı 25-ə vurarıq və görülən işin 1000 joulla bərabər olduğunu deyə bilərik. Davam edirik ikinci sualla. Sürtünməsiz üfüqi müstəvidə dayanan 5 kiloqram kütləli cisim F qüvvəsi ilə K nöqtəsindən L nöqtəsinə gətirilir. Buna əsasən 2400 joule iş görülərsə, F qüvvəsinin modulu nəyə bərabərdir deyir bizə. A bərabərdir F vurulsun S ifadəsindən F-i, yəni qüvvəni tapmaq istəsək, F bərabərdir A bölü S yaza bilərik. Görülən iş 2400 joule bərabərdir. Yerdəyişmənin qiyməti 60 metrdir. 2400-ü 60-a böləndə alınır 40 Newton. Deməli, buradakı F qüvvəsinin qiyməti 40 Newtona bərabərdir. Növbəti sualda, sürtünməsiz üfüqi yolda dayanan M kütləli cisim F qüvvəsi ilə K nöqtəsindən L nöqtəsinə gətirilir. Görülən iş 1500 joulla bərabər olarsa, F qüvvəsinin modulu nəyə bərabərdir? Yenə də F qüvvəsini hesablamaq üçün görülən işi yerdəyişməyə bölməyimiz lazımdır. 1500 joule iş görülür və bu 30 metr yoldadır. 150-ni 3-ə bölərik və nəticədə 50 Newton qüvvə tətbiq olunduğunu görərik. Dördüncü sualda, sürtünməsiz üfüqi müstəvidə dayanan 3M və 4M kütləli cisimlər modulları F1 və F2 olan qüvvələr ilə 2x və 3x qədər hərəkət etdirilir. Deyir ki, buna əsasən görülən işlər bərabər olduğuna görə F1 bölü F2 nisbəti nəyə bərabərdir? İndi, baxın, burada məsələnin şərtində bizə deyir ki, görülən işlər bir-birinə bərabərdir. Yaxşı, görülən işin düsturu necə idi? A bərabərdir F vurulsun S. Düzdürmü? İndi biz buradan F'i tapsaq, F bərabərdir A bölü S olmazmı? Təbii ki, olar. Və biz buradan görərik ki, iş sabit olan zaman, yəni işlər bərabər olan zaman qüvvə yerdəyişmədən tərs mütənasib asılıdır. Yəni demək istədiyim odur ki, biz burada əgər F1 bölü F2 nisbətini hesablamaq istəsək, S2 bölünsün S1 yazmağımız lazımdır. Yəni 3x'i 2x'ə bölməyimiz lazımdır. O zaman yazıram burada 3x bölünsün 2x, o da bərabərdir 3 bölü 2. Yəni sualımızın cavabı Y variantıdır. Növbəti sualla davam edirik. Şəkildə sürtünməsi nəzərə alınmayan sistemdə cisimlər birinci şəkildə K nöqtəsindən L nöqtəsinə, ikinci şəkildə M nöqtəsindən N nöqtəsinə, üçüncü şəkildə isə P-dən R nöqtəsinə gətirilir. Buna əsasən görülən işlər arasında münasibət hansıdır deyir bizə. Görülən iş bilirik ki, A bərabərdir F vurulsun S ifadəsi ilə təyin olunur. İndi burada cavablarda görülən işləri W hərfi ilə göstərdiyi üçün gəlin biz də işi W hərfi ilə işarə edək. V1 bərabərdir qüvvə F qədər, gedilən yol 2x qədər. O zaman yazdım F vurulsun 2x. İkinci şəkildə görülən iş bərabərdir qüvvə 2F, yol x. Yəni bu da oldu 2fx. Bax, birinci də 2fx'tir, ikinci də 2fx'tir. O zaman birinci və ikinci bir-birinə bərabərdir. Üçüncü də qüvvə 3f, yol x qədər. O zaman üçüncüdə görülən iş 3fx qədərdir. Deməli, üçüncüdə görülən iş birinci və ikincidə görülən işdən böyükdür. Ona görə də V3, V1 və V2-dən böyükdür. Deyir ki, fiziki olaraq iş görülməsi üçün deməli hansıları doğru olar? Deməli işin görülməsi üçün A bərabərdir F vurulsun S ifadəsinə əsasən cismə qüvvə tətbiq edilməlidir. Bəli, cismə qüvvə tətbiq olmalıdır ki, yəni F olmalıdır ki, iş olsun.
Sonra cisim yol getməlidir. Bəli, S burada gedilən yoldur. Yəni yol gedilməlidir ki, cisim iş görsün. Doğrudur. Cisim iş görsün yox, qüvvə iş görsün daha doğrusu. Qüvvə ilə yol eyni istiqamətdə olmalıdır. Eyni xətt üzərində olmalıdır. Bunu əslində biz necə düşünə bilərik? Məsələn, deyirsiniz ki, müəllim, tutalım ki, cismin hərəkət istiqaməti bu istiqamətdədir. Qüvvənin istiqaməti də bu istiqamətdədir. Yenə də cisim iş görür. Doğrudur, iş görür. Amma burada hansı qüvvə iş görür? Qüvvənin həmən hərəkət istiqamətində olan proyeksiyası, yəni Fx iş görür. Əgər bu F qüvvəsini Fx və Fy olaraq iki hissəyə ayırsaq, iki proyeksiyaya ayırsaq, bunlardan Fy iş görməyəcək. İş görən Fx-dir. Həmən Fx də yenə də hərəkət istiqamətində yönəlmişdir. Ona görə də burada qüvvə ilə yol eyni istiqamətdə yönəlməlidir ifadəsi doğrudur. Yəni burada üçüncü variantımızda doğrudur. 1, 2, 3 sualımızın cavabıdır. Əslində burada doğrultu dediyi bu tam olaraq istiqamət deyil. Bunu necə başa düşə bilərik? Sözün açığı bu sözün tərcüməsini tam olaraq bilmirəm. Doğrultu deyəndə baxın, bu şəkildə. Yəni qüvvə tutalım ki, bu tərəfə doğrudursa, qüvvə yəni hərəkət doğrultusundadır. Yəni hərəkət də bu istiqamətdədirsə, amma əks istiqamətdə olanda da o doğrultudur. Yəni belə bir qırıq-qırıq xətt çəksək, o xəttin üzərindədir sanki, belə düşünə bilərik. 7-ci sualda sürtünməsiz üfüqi müstəvidə dayanan cisim F1, F2, F3 qüvvələrinin təsiri ilə K nöqtəsindən L nöqtəsinə gətirilir. Buna əsasən hansı qüvvələr iş görmüşdür? İndi cisim K-dan L-yə hərəkət etdirilirsə, yəni hərəkət istiqaməti bu tərəfə doğrudursa, burada F2 qüvvəsi ilə hərəkət istiqaməti eyni istiqamət olduğu üçün bu müsbət iş görür. F3 qüvvəsi ilə cismin hərəkət istiqaməti əks olduğu üçün bu mənfi iş görür. İş görülürmü? Bəli, görülür. Yəni F2 qüvvəsi müsbət iş görür, F3 qüvvəsi isə mənfi iş görür. Amma F1 qüvvəsi hərəkətə perpendikulyar olduğu üçün F1 qüvvəsi iş görmür. Burada iş görən qüvvələr F2 və F3'dür. Davam edirik növbəti sualla. Sürtünməsiz üfüqi müstəvidə 6 kiloqram kütləli cisim K nöqtəsindən L nöqtəsinə gətirilir. Buna əsasən görülən iş nəyə bərabərdir? Deməli, baxırıq, burada 6 kiloqram kütləli cismə təsir edən ağırlıq qüvvəsi 60 Newtondur. 20 Newton yuxarı varsa, burada dayağın reaksiya qüvvəsinin 40 Newtona bərabər olması lazımdır. İndi burada elə bil ki, yuxarı və aşağı doğru təsir edən qüvvələr bərabərləşir. Bizim o qüvvələrlə işimiz yoxdur. Bizim cismin hərəkəti istiqamətində olan qüvvəyə baxmağımız lazımdır. Yəni, həmən qüvvə də 25 Newtonluq qüvvədir. O zaman işi taparkən həmən 25 Newtonluq qüvvəni yolun uzunluğuna vururuq. Yəni 8 metrə vururuq. Və bunun da 200 joula bərabər olduğunu görürük. Deməli, buradakı qüvvənin gördüyü iş 200 joula bərabərdir. Növbəti sualda deyir ki, işlə bağlı verilənlərdən hansılar doğrudur? Deməli, fiziki olaraq iş görülmürsə, mexaniki enerji saxlanır. Bəli, cisim üzərində iş görülməyəndə onun mexaniki enerjisi dəyişmir. Yəni, birinci variantımız doğrudur. İkinci variantda deyir ki, görülən iş müsbət olarsa, mexaniki enerji görülən iş qədər artar. Bəli, görülən iş müsbət olanda kinetik enerjinin dəyişməsi elə görülən işə bərabər olur. Yəni, artır. Üçüncü variantda deyir ki, görülən iş mənfi olarsa, mexaniki enerji görülən iş qədər azalır. Bəli, əgər görülən iş müsbətdirsə, mexaniki enerji artır. Görülən iş mənfidirsə, mexaniki enerji azalır. Yəni, burada üçüncü variantımız da doğrudur. O zaman 1, 2, 3 sualımızın cavabıdır. 10-cu sualda sürtünməsiz üfüqi yolda K nöqtəsində dayanan M kütləli cisim 10 Newton qüvvə ilə L nöqtəsinə qədər hərəkət etdirilir. Buna əsasən deyir ki, hansı variantlar doğrudur? İndi ilk növbədə biz burada görülən işi tapsaq, A bərabərdir F vurulsun S yazsaq, qüvvənin qiyməti 10 Newton, yerdəyişmənin qiyməti 90 metr və bunları bir-birinə vurduğumuz zaman görülən işin 900 joula bərabər olduğunu görərik. Və eyni zamanda görülən işin kinetik enerjinin dəyişməsinə bərabər olduğunu bilirik. Yəni, 900 joule iş görülürsə, eyni zamanda kinetik enerji 900 joule artmışdır deyə bilərik. Daha sonra üçüncü variantda deyir ki, cismin mexaniki enerjisi saxlanmışdır. Xeyr, enerji saxlanmayıb. Kinetik enerji burada artıb. Kinetik enerjinin artması demək, mexaniki enerjinin artması anlamına gəlir. Yəni, burada üçüncü variant yanlışdır.
doğru olan 1 və 2-ci variantlardır. Növbəti sualda sürtünməsiz üfüqi yolda dayanan 4 kiloqram kütləli cisim F qüvvəsi ilə K nöqtəsindən L nöqtəsinə qədər hərəkət etdirilir. Buna əsasən deyir ki, variantlardan hansıları doğrudur? Görülən işi hesablamaq üçün qüvvəni yerdəyişməyə vurmağımız lazımdır. Qüvvənin qiyməti 20 Newton, yerdəyişmənin qiyməti 160 metr. Bunları bir-birinə vurduğumuz zaman görülən işin 3200 joule'a bərabər olduğunu görürük. Yəni birinci variantımız doğrudur. İkinci variantda deyir ki, kinetik enerji 3200 joule'a bərabərdir. Bəli, görülən iş 3200-dürsə, o zaman kinetik enerji də 3200-ə bərabərdir. Cismin L nöqtəsindəki sürətini bizdən soruşur. Sürəti hesablamaq üçün də V bərabərdir kök altında 2 YK bölü M düsturundan istifadə edə bilərik. Bu da bərabərdir kök altında 2 vurulsun, kinetik enerjinin 3200'ə bərabər olduğunu, kütlənin isə 4'ə bərabər olduğunu deyirik. Və buranı hesablayanda, deməli 2 ilə 4'ü aparsaq, burada 2 qalar, 3200'ü 2'yə böləndə 1600, 1600'dən də kök çıxır 40. Yəni burada sürət həqiqətən də 40'a bərabərdir. O zaman hər 3 variant doğrudur. Sualımızın cevabı Y variantıdır. Davam edirik növbəti sualla. Sürtünməsiz üfüqi müstəvidə K nöqtəsində dayanan cismə F qüvvəsi L nöqtəsinə qədər təsir edir. Cisim L nöqtəsindəki sürəti 20 metr bölü saniyə olduğuna əsasən hansı ifadələr doğrudur deyir bizə. Deməli, K nöqtəsində bu cisim dayanırmış. Başlanğıc sürəti 0'a bərabərdir. O zaman biz buradan nəyi tapa bilərik? Kinetik enerjinin dəyişməsinin görülən işə bərabər olduğunu bilirik. Bu birinci növbədə doğrudur. Amma biz gəlin burada cismin təcilini hesablayaq, görək ki, nə qədərdir. Cismin təcilini hesablamaq üçün A bərabərdir V-nin kvadratı bölünsün 2S düsturundan istifadə edirik. Çünki burada başlanğıc sürət 0'a bərabərdir. Buradan A bərabərdir. Sürətin qiyməti 20, kvadratı eləyir 400. Bölürəm 2S-ə, yəni 50'yə. Buradan 400'ü 100'ə bölürük və təcilin qiymətinin 4 metr bölü saniyə kvadratına bərabər olduğunu görürük. Deməli, təcilin qiyməti 4 metr bölü saniyə kvadratıdır. Cismin kinetik enerjisini hesablamaq istəsək, mv kvadratı bölü 2 düsturundan istifadə edə bilərik. Kütlənin qiyməti 2 kiloqramdır. O zaman yazıram 2 vurulsun. Sürətin qiyməti 20. 20'nin kvadratı eləyir 400. Bölürəm 2'yə. Buradan da kinetik enerjinin 400 joule'a bərabər olduğu görünür. Deməli, cismin L nöqtəsindəki kinetik enerjisi 400 joule'dur. Görülən iş nə qədərdir? Görülən işi də A bərabərdir Fs-dən hesablaya bilərik və yaxud elə tapdığımız kinetik enerjinin dəyişməsi ilə görülən işdir. Və yaxud Fs-dən hesablayanda qüvvəni tapmaq üçün MA yaza bilərik. MA. Kütlə 2, təcil 4. Vurduq bir-birinə oldu 8. Deməli, qüvvənin qiyməti 8 Newtondur və 50 metr yerdəyişmə icra eləmişdir. O zaman 400 joule iş görüldüyünü də buradan da tapa bilərik. 3'də deyir ki, F qüvvəsinin modulu 10 Newtona bərabərdir. Xeyr, F qüvvəsinin modulunun 8 Newtona bərabər olduğunu hesabladıq. Ona görə 3-cü variantımız yanlışdır. 1 və 2 doğrudur. Sualın cevabı C variantıdır. Növbəti sualla davam edirik. Deyir ki, başlanğıc sürəti 10 metr bölü saniyə olan 2 kiloqram kütləli cismə sürtünməsiz üfüqi yolda F qüvvəsi 12 metr təsir edir. Buna əsasən cismin B nöqtəsindəki sürəti nəyə bərabər olar? Deməli, belə düşünə bilərik. Görülən iş cismin kinetik enerjisinin dəyişməsinə bərabərdir. Burada cisim üzərində nə qədər iş görülür? A bərabərdir F vurulsun S. Bu da bərabərdir 25 vur 12. 25'i 12'ye vuranda nə qədər olur? 300 mü olur? Bəli, 300 joule. Deməli, cisim üzərində 300 joule iş görülür. İndi, eyni zamanda bu 300 joule kinetik enerjinin dəyişməsinə bərabərdir. Yəni, mv kvadratı bölünsün 2, çıxılsın. mv0 kvadratı bölünsün 2, yəni kinetik enerjinin dəyişməsi 300'ə bərabər olmalıdır. Kütlənin qiyməti 2 deyilmi? M bölü 2'ni mörtərizə xaricində çıxartsam, M bölü 2 vurulsun V kvadratı çıxılsın V0 kvadratı bərabərdir 300'ə. Kütlənin yerinə 2'ni yazanda bu 2 ilə bu 2 ixtisar olunur. Geriyə qaldı V'nin kvadratı çıxılsın
V0'ın kvadratı, yəni 100 bərabərdir 300-ə. Buradan V kvadratı bərabərdir 400 yazsaq, V'nin özünü taparıq 400-dən kök alıb. Yəni 20 metr bölü saniyə B nöqtəsindəki cismin sürəti olar. Yəni sualımızın cavabı D variantıdır. Növbəti sualda sürtünməsiz yolda V0 sürəti ilə hərəkət edən 4 kiloqram kütləli cismə F1 və F2 qüvvələri təsir edir. Cismin B'dəki sürəti 12 metr bölü saniyə olarsa, başlanğıc sürəti nəyə bərabərdir deyir bizə. Bayaq da dediyimiz kimi, görülən iş cismin kinetik enerjisinin dəyişməsinə bərabərdir. Yəni A bərabərdir F vurulsun S və eyni zamanda A bərabərdir mv kvadratı bölü 2 çıxılsın mv0 kvadratı bölü 2. Bunları bir-birinə bərabər etsək nə alınar? F vurulsun S bərabərdir m bölü 2 vurulsun v kvadratı çıxılsın v0'ın kvadratı. Buradan v kvadratı çıxılsın v0'ın kvadratını tapmaq istəsək, m'i yazarıq məxrəcdə, 2fs isə kəsirin surətində yazarıq. Və buradan sonda v kvadratı bərabərdir 2fs bölünsün m, üstə gəl v0 kvadratı yaza bilərik. V'nin özünü tapmaq istəsəm, kök altında 2fs bölünsün m, üzərinə gələrəm v0'ın kvadratına. Buradan v bərabərdir. Qiymətləri yerinə qoysaq 2 vurulsun. Qüvvənin qiyməti 20, yolun qiyməti isə 8-dir. Kütləyə bölürəm, yəni 4-ə bölürəm və üzərinə gəlirəm başlanğıc sürətin kvadratına. Başlanğıc sürəti biz bilmirik. Əslində elə başlanğıc sürəti hesablayırıq. Amma son sürəti bilirik də. Son sürət nəyə bərabərdir? 12-yə bərabərdir. O zaman gəlin bura 12 yazaq. Yəni, üstünə gəlirəm V0'ın kvadratını. Bu bərabər olur 12'yə. O zaman 2'ni 20'yə vuranda 4, 40. 40'dan bu 4 getdi. Yuxarıda qaldı 80. Belə bir şey alınır. 80 üstə gəl V0'ın kvadratı bərabərdir 12'nin kvadratı. Yəni 144. Buradan V0 kvadratı bərabərdir 144'dən 80'i çıxaram. Edər 64. Buradan V0'ı tapsam 64'ü kökün altına alaram. O da olar 8 metr bölü saniyə. Deməli, sualımızın cavabı B variantı olmalıdır. Növbəti sualda sürtünməsiz üfüqi yolda K nöqtəsində dayanan cismə F qüvvəsi N nöqtəsinə qədər təsir edir. Cismin L'dəki sürəti 2V, M'dəki sürəti 3V, N'dəki sürəti 4V olur. F qüvvəsinin gördüyü iş KL aralığında V1, LM aralığında V2, MN aralığında isə V3'ə bərabər olurmuş. Deyir ki, bunlar arasında hansı münasibət doğrudur? İndi biz belə düşünə bilərik. Görülən iş kinetik enerjinin dəyişməsinə bərabərdir. V1'i tapsaq yazarıq. Buradakı başlanğıc sürəti 0'a bərabərdir. İndi biz KL aralığında görülən işi tapırıq. Sürətin qiyməti 2V, başlanğıc sürət isə 0'a bərabərdir. Ona görə belə yaza bilərəm. M vurulsun 4V'nin kvadratı bölünsün 2. Daha sonra ikinci aralıqda görülən iş, yəni LM aralığında görülən iş V2 bərabərdir. 3V'nin kvadratı nə qədər eləyir? 9V kvadratı. 9V kvadratından 2V'nin kvadratını, yəni 4V kvadratını çıxanda nə qədər olur? Olur 5V kvadratı. O zaman M vurulsun 5V kvadratı bölünsün 2 də bu olur. İkinci aralıqda. Üçüncü aralıqda hesablasaq, ona da deyə bilərik ki, V3 bərabərdir. 4V'ni kvadrata yüksəldirəm. Olur 16V kvadratı. 3V'ni kvadrata yüksəldirəm. Eləyir 9V kvadratı. 16V kvadratından 9V kvadratını çıxıram. Olur 7V kvadratı. Yəni M vurulsun 7V kvadratı bölünsün 2. Bu da üçüncü enerjimiz. Bu enerjilər müqayisə eləyin deyir. Ən böyük V3'dür. V3, daha sonra V2'dir və ən kiçik isə V1'dir. V3, V2, V1 şəklində sıralanar. Nəticədə sualımızın cavabı A variantı olar. Növbəti sualda sürtünməsiz üfüqi müstəvidə dayanan X və Y cisimlərinə şəkildəki qüvvələr L və N nöqtələrinə qədər tətbiq olunur. Buna əsasən münasibətlərdən hansı mütləq doğrudur, yəni kesinliklə doğrudur deyir bizə.
Görülen işler birbirine beraberdirmi? Bak buradaki işi tapsaq 3f vurulsun 4x. Yani 12fx'tir. İkinci halda 2f vurulsun 6x. Yani burada da 12fx'tir. O zaman görülen işlerin birbirine beraber olduğunu görürük. Bir mütləq doğrudur. 2-də deyir ki, cisimlərin qazandıqları kinetik enerjilər bərabərdir. Biz bilirik ki, kinetik enerjinin dəyişməsi görülən işə bərabərdir. Əgər işlər bir-birinə bərabərdirsə, o zaman qazandıqları kinetik enerjilər də bir-birinə bərabərdir. Yəni ikinci variantda doğrudur. Üçüncü variantda deyir ki, cisimlərin sürətləri bərabərdir. Sürətlərin bərabər olduğunu deyə bilmərik. Niyə? Çünki V bərabərdir kök altında 2YK bölünsün M ifadəsinə əsasən kinetik enerjilərin bərabər olduğunu bilirik. Okeydir, çünki işlər bərabərdir. Amma biz kütlələr haqqında bir şey bilirikmi? Bax, kütlələr haqqında nəsə verilibmi? Verilməyib. Yəni biz bu cisimlərin kütlələrini bilmirik. Kütlələr bilinmirsə əgər, sürətlər haqqında da nəsə danışmaq düzgün olmaz. Yəni sürətlər birinin, məsələn, x-in y-dən daha böyük ola bilər, bərabər də ola bilər və yaxud əksi də ola bilər. Yəni y-nin kütləsi x-dən, daha doğrusu sürəti x-dən daha böyük ola bilər. Yəni bu üçüncü variant doğru ola da bilər, olmaya da bilər. Bizdən mütləq doğruları soruşduğu üçün mütləq doğrular 1 və 2-dir. Ona görə də sualımızın cavabı C variantıdır. Növbəti sualda şəkil 1-də A nöqtəsində dayanan cismə F1 qüvvəsi B nöqtəsinə qədər tətbiq olunur və cismin sürəti V-yə bərabər olur. Şəkil 2-də C nöqtəsindən V sürəti ilə keçən cismə F2 qüvvəsi tətbiq olunduğunda cisim D nöqtəsində dayanır. AB və CD aralıqları bir-birinə bərabər olarsa, deyir ki, variantlarından hansı mütləq şəkildə doğrudur. Birinci növbədə təcil haqqında danışaq. A bərabərdir. Birincinin təcilinin modulunu tapmaq istəsək, başlanğıc sürət 0, son sürət isə V-yə bərabərdir. O zaman buna V kvadratı bölü 2S yaza bilərik. İkincisinin təcilinin modulunu tapmaq istəsək, başlanğıcda sürəti V, sonda 0, o zaman buna da V kvadratı bölü 2S yaza bilərik. Yəni birincinin təcili ilə ikincinin təcilinin bir-birinə bərabər olduğunu görürük. Yəni A1 və A2 bir-birinə bərabərdir. Bu birinci variantımız mütləq doğrudur. Sonra deyir ki, F1 və F2 qüvvələrinin gördüyü işlər bərabərdir. F1 və F2 qüvvələrinin gördüyü işlərin bərabər olması üçün F1 və F2 qüvvələrinin belə deyək, modulları bərabər olmalıdır. Burada yollar bərabərdir. Amma qüvvələrin bir-birinə bərabər olduğunu bilirikmi? Bilmirik. Sadəcə təcillərin bərabər olduğunu bilirik. Qüvvələr haqqında hər hansı məlumatımız yoxdur. Ona görə də görülən işlərin bərabər olduğunu söyləyə bilmərik. Doğru ola da bilər, olmaya da bilər. 3-də deyir ki, F1 və F2 qüvvələri bərabərdir. İndicə dedik ki, F1 və F2 qüvvələrinin bərabər olduğunu biz bilmirik. Hardan bilək? Məlumatımız yoxdur. Çünki biz kütlələri bilmirik. Kütləni bilsəydik ən azından qüvvəni hesablaya bilərdik. Amma kütləni də bilmirik. Ona görə də bizim burada qüvvələr haqqında bərabərlik söyləməmiz yanlış olar. Ona görə də burada doğru olan yalnız birincidir. Sualımızın cavabı da A variantıdır. Beləliklə, bu videonun da sonuna gəlmiş olduq. İzlədiyiniz üçün təşəkkür edirəm. Növbəti videolarda görüşənədək özünüzə yaxşı baxın. Sağ olun, salamat qalın.